Salam müəllimlər, hər vaxtınız xeyir olsun. İbtidai MİQ sertifikasiya imtahanına hazırlaşan müəllimlər üçün növbəti qəbul tipli sualın izahını təqdim edirəm. Gəlin keçək izaha. Koreya vaxtilə müəyyən saatda yola çıxmış təyyarə 7 saata Pakistana çatır. 3 saat orada gözlədikdən sonra Pakistan Azərbaycan reysi ilə 6 saat uçuş edib Azərbaycan saatı ilə 21:00-da uçuşu tamamlayır. Koreya saatı ilə təyyarənin ilk uçuş etdiyi vaxtı tapın. Azərbaycanda saat 21:00 olduqda Koreyada 16:00 olur. Deməli, bizə lazım olan nüanslar hansılardır? Azərbaycan və Koreya reysləri. Deyir, Azərbaycanda 21:00 olanda Koreyada 16:00 olur. Deməli, onlar arasında saat fərqi nə qədər olmuş olacaq? 21:00-dan çıxaram 16:00. Neçə saat olmuş olacaq? Olacaq 5 saat. Demək, arasındakı zaman müddəti 5 saatdır. Bizə deyir ki, Koreya saatı ilə təyyarənin ilk uçuş etdiyi vaxtı mənə tap. Əvvəlcə gəlin Azərbaycan vaxtından saatları müəyyən edək, daha sonra Koreya saatına çevirək. Deməli, Azərbaycanda 21:00-da deyir uçuşu tamamladı Azərbaycan saatı ilə. Deməli, Azərbaycan saatından 21:00 olur. Koreya saatı ilə isə 16:00 olmuş olur. Deməli, bura baxın, 7 saat gedir Pakistana çatır. 3 saat gedir Azərbaycan reysi ilə yenidən 6 saat uçuş edib 21:00-da uçuşu tamamlayır. Bunları belə deyək də 3, 6, 7 saatı toplayıb həmin 21:00-dan çıxacam, əvvələ qayıtmış olacam. Deməli, 3, 6, 9, 9-un üstünə 7, 16. 21:00-dan mən 16-nı çıxmış oluram. Eləyir 5:00. Demək, 5:00-da gəldik biz uçuşun əvvəlinə. 5:00-da nə olub? Uçuşa başlayıb Azərbaycan saatından. Bizə deyir ki, həmin uçuşu Koreya saatından ifadə ilə tap. Əgər bunlar arasında saat fərqi 5 saatdırsa, demək Azərbaycanda 5:00 olanda Koreyada 00 olacaq. Yəni, Koreya Azərbaycandan 5 saat arxadadır. Ona görə də cavabımız müəllimlər olur B variantı. İzahımız bu qədər. Sağ olun müəllimlər.